İranın nüvə alimlərini, yüksək rütbəli zabitlərini bir-bir aradan götürən İsrail, zənginləşdirilməyə çalışdıkları nüvə obyektlərini hədəf alan İsraillə Birləşmiş Ştatlar, amma günahlandırılan və ittiham olunan Azərbaycan. Biz artıq çoxdandır Azərbaycandan ummuruq belə bir şeyləri. Elə o zamandan ki, İsrail rejimi ilə əlaqəyə girdi, Qəzza zolağını müdafiə etmədi, uşaqların, qadınlarının ölməsinə göz yumdu, yanacaqlarını təmin etdi. Azərbaycan xalqı bizim qardaşlarımızla. Onlar bizim vətənimizdə bizim vətəndaşlarımızı öldürüblər, bizim uşaqlarımızı öldürüblər. Onlar yanacaq verməsəydilər, o qırıcılar bizim Təbrizimizi bombalamazdılar. Bizim ikimizin də Təbrizini, bəyəm illər boyu can yandırmırdınız Təbriz barədə, bəyəm ağız dolusu Təbrizim şeirləri oxumurdunuz. Bəs niyə Təbrizinizdə indi 7 yaşlı uşaqlar şəhid olur və siz buna susursunuz? Necə bunu bacarırsınız? Və qorxun ki, Azərbaycanın şiələri, qeyrətli müsəlmanları sizə qarşı qalxacaqlar və buna dözməyəcəklər. Əgər axırınızı görmək istəmirsinizsə gözünüzün qarşısında vicdanınızın gözünü biraz açın, bir miqdar geri çəkilin siyasətlərinizdən, kənardan baxın məsələlərə. Gəlin biz də kənardan baxaq. Nə politoloq, nə siyasi şərhçi, nə aparıcı. Sizdən bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq soruşuram. Azərbaycandan nə istəyirsiniz? Niyə Cənubi Azərbaycandakı bacı qardaşlarımızın beynini yumağa, onların tarixini unutmağa sövq edirsiniz? Nədən qorxursunuz? Axı Azərbaycandan sizə heç bir təhlükə yoxdur. Sizdən bizə bir təhlükə var idi. 44 günlük müharibədə Ermənistana siyasi və hərbi dəstək verəndə təhlükə var idi. Türk dünyası birdən daha da güclənər qorxusu ilə Zəngəzur dəhlizinə mane olanda var idi. Maliyyələşdirib biz tərəfə göndərdiyiniz bir neçə şəxsin teokratik şəriət dövləti qurmağı planlaşdıranda sizdən bizə təhlükə var idi. Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarına Tehranın tırlarla göndərdiyi silahlar, yanacaq və raket hissələri hardan gəlirdi? Nə üçün İranın səsi Bərdənin, Gəncənin, Tərtərin mülki əhalisi bombalananda çıxmadı? Əgər siz bugün İranın hərbi obyektləri bombalanır deyə Azərbaycandan səs gözləyirsinizsə, bəs siz niyə susdunuz həmin vaxt? Axı siz də müsəlmansınız və ermənilərin tövləyə çevirdikləri məscidlər sizin üçün də Allahın evidir. Bəs niyə etiraz eləmədiniz? Bir də ən pisi bilirsiniz nədir? Dilimizi bizə qarşı çevirmək istəməyiniz. Fars dilli segmenti necəsə başa düşmək olar, amma bizim öz dilimizi bizə qarşı çevirməyə cəhd göstərməyin. Tezislərinizi elə fars dilində cəmiyyətə sırayın. O torpaqlarda öz ana dilində danışmağa həsrət qalmış Azərbaycanlılar var. Dilimizi bu ifadələrlə zəhərləməyin. Bunu da xüsusi vurğulayım. Təbrizim deməyə elə ən çox da bizim haqqımız çatır. Təbrizdən uzaq qalmış Azərbaycanlıların haqqı çatır.